Vallahi yenə də deyirəm. Əgər hansı bir transfer varsa, absurd məsələdir ki, mənim bundan xəbərim olmasın. Cəmaatın hissləri ilə oynamayın. 5-6 dənə taza görə, jetona görə. TikTokerlər paylaşıb ki, Braziliya mətbuatı deyir ki, nə bilim, Olave Junior yenidən Qarabağa qayıdır. Baxın, paylaşma baxın. Bəli, Olave Junior bu sayt Braziliya mətbuatıdır. Braziliya mətbuatı bildirir ki, Olave Junior yenidən Qarabağa qayıdır. Bəli, belə bir məsələ var. Amma tarixə baxın. Avqust ayının 26-sı səfərimizdə bu paylaşım olunub. Yəni hal-hazırda bu dəqiqəli bir paylaşım yoxdur. ChatGPT-də də yazdım ki, son anda nəsə bir gedişmə varmı? O da bildirdi ki, hal-hazırda Braziliya mətbuatında belə bir xəbər yoxdur ki, Olave Junior yenidən sabiq klubuna qayıda bilər. Qardaş, dekabrın 25-dən transfer pəncərəsi açılır. Amma Qarabağın transfer məsələləri isə olacağı təqdirdə rəsmi bir xəbər deyirəm. Yanvarın ortalarına qədər Qarabağ inşallah transferlə həyata keçirdəcək. Hal-hazırda Junior məsələsi yoxdur.